Aleykum assalam və rəhmətullahi bərəkatuhu. Deməli, sizin bu qiyas edirsiniz ki, niyə görə qəbirlər əgər sadə formada qalıbsa, bəs niyə görə Kəbə, Mədinə bəzədilib də, Kəbə və yaxud da Mədinə məscidi niyə bəzədilib? Yəni, o ayrı-ayrı şeydir. Yəni, qəbirləri bəzətmək, günbəzlər tikmək eləmək insanları şirkə aparır, küfr aparır, xurafata aparır. Allahdan başqasına ibadətə yönəldir. Baxmayaraq ki, meçidləri də bəzəmək olmaz. Amma meçidlərin bəzədilməsi, yəni bu cürdə yazılar, zatlar, o insanları şirkə, küfrə aparmır. Onun içində bir büt yoxdur, bir heykəl yoxdur. Sadəcə insanlar istəyirlər ki, qəşəng görsənsin, gözəl görsənsin, edirlər. Bəli, olmaz. Meçidləri bəzəmək olmaz. Peyğəmbər salsam icazə verməyib və də icazə verməyib ki, meçidlər bəzədilsin. Amma meçidlərin bəzədilməsi qəbirlərin üstünə günbəz falan qoymaq kimi deyil də. Onlar ayrı-ayrı şeylərdir. Və əgər Kəbəni Peyğəmbər s.ə.v-in dövründəki kimi saxlasaydılar, Kəbədə heç, nə bilim, 10 min, 20 min adam tavaf eləyə bilməz. Çünki insanlar həddindən artıq indi çoxdular və Kəbəni bu cür böyütməkləri, eləməkləri əslində ümumi insanlar üçün nəzərdə tutulub ki, daha çox insanlar ibadət elə bilsin, tavaf elə bilsin, səvab marifə eləsin. Çünki hal-hazırda, yəni mən bildiyim qədər Kəbədə 3 mərtəbəndən bir yerdə hardasa 1,5 milyon, 2 milyon insan tavaf eləyə bilir. Yəni eyni anda eləyə bilirlər. Yəni o qədər həzmdə tutur. Mən elə bilirəm təxminən. Amma əgər Peyğəmbər s.ə.v dövründəki kimi sadə Kəbə və ətrafı açıq olsaydı, yəni bu qədər adam tutmazdı. Həmçində, yəni, yenə deyirəm, o Kəbənin böyüdülməsi, Mədinənin böyüdülməsi, orada mərmərlərdən tikməklər, eləməkləri, o qəbir kimi deyil. Yəni qəbir başqadır, o isə başqadır. Ona görə o qiyasla bu qiyas düzgün deyil də. Amma o ki, qalsa ki, niyə Peyğəmbər s.ə.v, daha doğrusu Bəqi qəbirstanlığı niyə görə bir qəbirlərin, deməli, birində bir başı daş var, birində baş ayaq var. Orada bizim müəllimlərdən bir soruşan dedilər ki, onlar fərqləndirir. Yəni, iki daş olan qadınlardır, bir daş olan isə kişilərdir. Yəni, belə demişdilər ki, hansında iki daş varsa, dedilər o qadınlardır, hansında bir daş varsa o, yəni kişilərdir. Ola da bilər əksinə olsun. Ola da bilər ki, 2 dənə daş olanlar kişilər olsun, bir daş olan qadınlar olsun. Amma mənim bildiyim odur ki, yəni 2 daş, baş və ayaq tərəfində daş varsa, bu qadının qəbrini bildirir. Amma hansında isə bir daş varsa, o kişinin qəbrini bildirir.